Allah ve iblis. Bir gün ben bir dağa çıktım. İnsanlardan qabağa çıktım. Oradan baktım yeryüzüne. Her şey göründü gözüme. İnsanların kaynaşması, maşınların çaxnaşması gözümden kaçmadı heç nə. Çox şey əbəs gəldi mənə. Bəlli oldu yaxşı, ya pis, iki üzlü, yaltar, xəbis. Kimi ağa, kimi bəydi, öz qəddini özü əydi. Mənə elə gəldi həyat, bilinməyən bir kainat. Doğrusu var, yalanı var, yoxsulu var, kalanı var. Nə qədər də olsan kalan, dincliyin olacaq talan. Saflığın bilinməyəcək, bəxt üzünə gülməyəcək. Kasıbın varı yoxsa da, qəlbində yoxdur bir xəta. Qorxusu olmaz kimsədən, nə işdən, nə də bəndədən. Yaxşılıq et hər bir kəsə, dilində olmasın nəsə. Çalış haqq işinə yara, əməyinlə yetiş kara. Gər zəhmətin halal ikən, boğazdan çıxmaz son tikən. Haram qaçsan bir işinə, fayda verməz gərdişinə. Gəl düşməni, dostu, tanı, puldur çağıran şeytanı. Xeyr əməl etsən əgər, ulu Tanrı səni sevər. Halal zəhmətinlə yaşa, üzü ağ ömrü vur başa. Haram mala göz dikməsən, başını yerə dikməzsən. Yoxsula yaxşılıq elə, tamah salma özgəm elə. Kimsə sizə yardım etsən, Tanrıdan yardım görərsən. Tanrı sevir o şəxsi ki, heç vaxt vurmaz başa sərki. Yaxşılıq et hər bir kəsə, dilində olmasın nəsə. Xeyir əməl etsən əgər, ulu Tanrı səni sevər. Yaradarkən insanları bir yarattı ulu Tanrı. Şuur, zəka verdi ona, insan girdi min cür dona. Hər cür imkan yarattı o, müqəddəs, pak həyatdı o. Gizlətmədi heç bir şeyi, nə ağlı, nə də keyi. Ağıl verdi o şəxsə ki, heç vaxt itməsin əməyi. Nankör, xain olan çoxdur, onun da axırı yoxdur. İnanıb hər bir fitnəyə, aldadılmaq verdi keyə. Tanıtdı yaxşı, yamanı, həqiqəti, həm yalanı. Xəlq edərkən öz bəndəsin, bir yarattı hər bir kəsi. Bəyan etdi hər bir işi, gizlətmədi bu gəldişi. Taleyini ayrı yazdı, kiminə dərin, kimə dayazdı. Əqli müxtəlif yaratdı, xilqətinə xeyir qatdı. Bu xeyri duyanların, əməli salih olanların kədərinə sevinç qatdı, öz öhdəsinə buraxdı. Yaradana inananlar, qüdrətini anlayanlar şükr etdilər kərəminə, yaradanın xilqətinə. Özlərini öyənlərsə, mənəm deyənlərsə, mənəviyyatın danaraq, tamahına aldanaraq hakim kəsildilər haqqa. Tərəf çıxdılar nahaqqa. Bəd əməlli o insanlar, əqidəsini dananlar, aldadılaraq nəfsə xain çıxdılar hər kəsə. Bu işlərdən heç bir yolu qalmamışdı çıxış yolu. Əqidə haçalanmışdı, dəyanət parçalanmışdı, qəlblərdən silinmişdi haqq, məskən salmışdı şər, nahaq. Bu da belə çox getməzdi, nadanın üzü gülməzdi, gözləyirdi ya gec, ya tez, aşkar olmalıydı hər iz. Haqq ədalət qalxmalıydı, öz yerini tapmalıydı. İnanaraq bu qüvvəyə, əlac qaldı gözləməyə. Haqq özünü tanıdınca, zirvəni dağı aşınca iblisə aldandı bəşər. Yarandı xeyr ilə şər. Günlərin birində yenə hali oldu hər şey mənə. Şeytan geyib libasını, xəlq eyləyib həyasını səfər etdi yer üzünə.
yalan qatdı hər sözünə. Dedi: "Mənim əzizlərim, sizsiniz görən gözlərim, mənəm bu dünyanın, canlıların, insanların həm ağası, həm də qulu. Məndən qeyri yoxdur dolu. Tək mənə itayət edin, bu gerçəyi danmaq çətin. Yalanlara, iftiraya, əhv edilməz bu xətaya aldandı bəzi nadanlar, Allahını unudanlar. Düşdü iblisin izinə, lovğalandı öz-özünə. Sanki dəyişdi bu həyat, qara geyindi kainat. Günlərin birində yenə şeytan əl atdı feilinə. İnandırmaq üçün onları verdi belə bir qərarı. Cəm eyləyib kələyini, aldatdı əhli keyini. Bir gün bir iclas keçirdi, 100 dəfə ölçüb biçirdi. Necə desin o sözünü, doğru tanıtsın özünü. Bu iclasda çox insanlar, mənəviyyatın dananlar fəal iştirak edirdi, iblisi dəstəkləyirdi. O bildi iş bu yerdədir, hünər yalnız özündədir. Odur ki çox uzatmadan, heç bir sözü unutmadan ilk öncə boğazını yaşladı. Nitqinə belə başladı: